Bismillah. Hamıdan sonra uğur qazanan bürclər. Bəzi bürclər var ki, həyatlarında uğur biraz gec gəlir, amma gələndə çox güclü və davamlı olur. Onlar adətən səbirli, dözümlü və təcrübə ilə böyüyən insanlardır. Hamıdan sonra uğur qazanan bürclər bunlardır. Oğlaq. Bu bürc ən klassik gec açılan ulduz sayılır. Gənclikdə çox çətinlik görə bilər, amma illər keçdikcə möhkəm karyera və böyük pul qazanır. Uğuru adətən 30 yaşdan sonra zirvəyə çıxır. Qız çox işləyir, hər şey mükəmməl etmək istəyir, amma uğur tez gəlmir, çünki özünə çox tələbkardır. Zamanla təcrübəsi onu zirvəyə aparır. Əqrəb. Həyatında eniş-yoxuş çox olur, amma bu bürc hər dəfə yenidən doğulan kimidir. Gec uğur qazanır, amma qazandığı uğur çox böyük və təsirli olur. Dolça. Fikirləri fərqli olduğu üçün əvvəlcə başa düşülmür. Amma zaman keçdikcə ideyaları dəyər qazanır və uğur gəlir. Buğa. Yavaş amma çox stabil irəliləyir. Tez zəngin olmur, amma illər sonra böyük sərvət yığan bürclərdən biridir. Qısa nəticə. Bu bürclər gec gələn uğurun ustalarıdır. Onların sirri səbir, üstəgəl davamlılıq, üstəgəl təcrübədir.